Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər. Bugün may ayının 22-si 2025-ci il Qafqaz Müsəlmanlar İdarəsi Qazilər Şurasının növbəti tam tərkibdə toplantısı keçirilib və hətta həmən toplantıda ictimaiyyət nümayəndələri, eyni zamanda Milli Məclisin bəzi üzvləri, millət vəkilləri də o toplantıda iştirak ediblər. Həmən toplantıda İrəvan Qazilər şöbəsi təsis edilib və bir nəfər də ora İrəvan qazisi kimi təqdim olunub. Eyni zamanda mənim diqqətimi daha çox çəkən Qafqaz Müsəlmanlar İdarəsinin sədri Allahkür Paşazadəyə yeni bir müavin təyin olunub. Mən elə buradan başlamaq istəyirəm ki, Allahkür Paşazadə çıxışında və bu müavinin təqdimatını belə deməli başlayır ki, Qafqaz Müsəlmanlar İdarəsinə stat, yəni Allahkürdəndir. Qafqaz Müsəlmanlar İdarəsinə daha bir müavin lazımdır və biz bunu deməli Ceyhun Rüstəmov adlı bir İlahiyyat Universitetinə və eyni zamanda Vəhhabilərin məscidi, Əbubəkir məscidinin imamını, orada xətibini təklif edirik və Qafqaz Müsəlmanlar İdarəsinin əsasnaməsində də yeni dəyişikliklər olmalıdır fikri ilə təqdim edib. Əslində mən bu fikri oxudum və dinlədim video görüntüləndə. Elə başa düşdüm ki, bu qənaətə gəldim ki, Allahkür Paşazadə bu təyinatdan heç də razı deyil. Bu təyinat əslində deməli siyasi bir təyinatdır. Eyni zamanda həm də düşünürəm ki, artıq illərdir Azərbaycanda həyata keçirilən bir prosesin, dini ideoloji bir prosesin finişinə yaxınlıq kimi mən bunu qiymətləndirirəm. Hətta mən deyərdim, finişin bir addımlığına qədər artıq bu proses irəliləyib. Əziz izləyicilər, əvvəl bu sualı belə qoyaq ki, bugün Qafqaz Müsəlmanlar İdarəsinə yeni sədr müavinin nə qədər lazımdır? Biz bilirik ki, son illər Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətləri dayandırılıb və bütün ölkədə, bütün dini fəaliyyət hamısı verilib dini komitə, dini işlər üzrə dövlət komitəsinə təqdim olunub. Hətta məscidlərdə axund və yaxud da axund müavinləri və s. mövzularda da səlahiyyət dini komitədədir. Bütün yəni axundları, axund müavinlərini, ümumiyyətlə məscidin bütün fəaliyyətlərini məhz dini komitə tənzimləyir. Qafqaz Müsəlmanlar İdarəsi sadəcə ziyarətlərlə bağlı kiçik bir deməli səlahiyyəti qalmışdı. Hətta mən düşünürəm ki, bu günə qədər deməli Qafqaz Müsəlmanlar İdarəsinin ləğv edilməməsi Allahkür Paşazadənin bu hakimiyyətə xidmətlərinə görədir. Yəni Allahkür Paşazadənin şəxsi nüfuzu hesabına o idarə öz deməli mövcudluğunu qoruyub saxlayırdı. Bugün isə belə bir təyinatın baş verməsi artıq deməli bu idarənin qorunub saxlanmasının real səbəbini ortaya çıxartdı. Əziz izləyicilər, biz uzun müddətdir ki, Azərbaycanda xalqın dini ideoloji əqidəsini dəyişməklə bağlı ciddi proseslərin getdiyini bəyan edirik, deyirik və təbii ki, bu dəyişiklik sünni adı ilə ölkədə insanların dini əqidəsinin sünnili adı ilə vəhhabizmə, normalda əslində vəhhabizm əqidəsini təlqin edirlər və hətta bəzən məcbur edirlər. Bunun üçün də kifayət qədər faktlar var. Biz bu barədə dəfələrlə danışmışıq. Hər həftədə az qala bu barədə mövzu açılır və danışırıq ki, əlbəttə ki, Azərbaycanda Əhl-i-Beyt məktəbinə qarşı çox ciddi baskı var. İnsanların düşüncəsini, dini düşüncəsini dəyişməyə cəhd edirlər. İnsanları vəhhabiləşməyə meylləndirirlər, həvəsləndirirlər
Vəhhabilərin son dövrlərdə, son illərdə Azərbaycanda ayaq açmaları, onlara geniş meydan verilməsi, onların birbaşa Azərbaycan hakimiyyəti tərəfindən onların dəstəklənməsi və dövlətin resursları hesabına Vəhhabiliyin Azərbaycanda deməli təbliğatının təmin edilməsi və s. kimi mövzuları biz gündəmə gətirdik. Əziz izləyicilər, bu həmən Ceyhun Rüstəmov, artıq bəziləri də bilirlər, Liviyada oxuyub, dini təhsili Liviyada alıb. Siz onu da xatırlayırsınız ki, xaricdə dini təhsil alan şəxslərin Azərbaycanda din fəaliyyəti ilə məşğul olması qadağandır. Hətta Milli Məclisdə bu mövzular müzakirələrə çıxarılıb və bir çox axundlar da məhz bu səbəbə görə tutduqları vəzifədən, axundluq vəzifəsindən uzaqlaşdırılıblar. Amma nədənsə bugün görürük ki, Liviyada təhsil almış bir şəxsin deməli Azərbaycanda kifayət qədər geniş auditoriya buraxılması, dini fəaliyyətinə zəmin yaratmaq, imkan şərait yaratmaq və bu qadağanın da aydın olur ki, əslində bu qadağada məhz Əhl-i Beyt məktəbinin nümayəndələrinə qarşıdır ki, onlar deməli bu Şiə məzhəbinin mərkəzi hesab olunan Qum və Nəcəf şəhərlərində təhsil alan insanların Azərbaycanda şiəliyi təbliğ etdiklərinə görə bu bəhanə ilə fəaliyyətlərini dayandırmaq və qadağan etməklə Sələfi Vəhhabi əqidəsinin ölkəyə ayaq açmasını təmin etməyə çalışırlar. Bu adam, deməli bu Rüstəmov, Ceyhun Rüstəmov bir müddət bu Qəbələ rayonunda axund vəzifəsində olub, sonra İslam Universitetinin hətta Sumqayıt filialı var idi o zaman. Orada sünni fiqhindən tədris eləyib və 2023-cü il sonra İlahiyyat Universitetində ki, İlahiyyat Universiteti də Yasamal rayonunda yerləşir. Orada əsasən oranın sakinləri Vəhhabilərdir və İlahiyyat Universitetində Vəhhabilərin imamı olub. İmam xətibi olub və 2023-cü ildə də deməli Əbubəkir məscidi kimi bir məscid var idi Azərbaycanda, Nərimanovda. 2008-ci ildə elə özləri bir-birinə qarşı müəyyən prinsipləri var idi və elə bəlkə də bu da bir başqa bir siyasi prosesin tərkibi kimi də qiymətləndirmək olar. Orada əl qumbarası atıldı və müəyyən müddətdə həmən məscid bağlandı və sonra da Azərbaycan dövlətinin yardımı, maliyyə birbaşa maliyyə dəstəyi ilə o məscid inşa edildi və adı da qoyuldu Nərimanov Cümə məscidi. Vəhhabilərin məscididir. Bunun adının dəyişməsindən heç bir deməli nəticə dəyişmir. Və bu Vəhhabilərin məscidində bu adam imamdır. Əziz izləyicilər, göründüyü kimi belə bir vəziyyətdə, belə bir dövrdə Qafqaz Müsəlmanlar İdarəsinin yeni sədr müavininin lazım olmadığı məlumdur. Burada bir məsələni də mən qeyd etmək istəyirəm ki, Şeyx Allahşükür Paşazadənin təqdimatda səsləndirdiyi Qafqaz Müsəlmanlar İdarəsinin əsasnaməsində dəyişiklik olacaq fikri, bu əslində bir ciddi bir mesajıdır. Mən bildiyimə görə əsasnamədə dəyişiklik olmaq üçün yeni qurultay keçirilməlidir. İndi hansı dəyişikliklər olacaq? Qafqaz Müsəlmanlar İdarəsinin sədri Allahşükür Paşazadənin 2000-ci illərin əvvəllərində o dövr məlum hadisələr baş verdi. Ondan sonra Heydər Əliyevin təkidi ilə və göstərişi ilə o Qafqaz Müsəlmanlar İdarəsinin sədr vəzifəsi ömürlük oldu. Ola bilsin ki, deməli bu qurultayda həmən vəzifənin deməli ömürlükdən dəyişdirilmək ola bilər. Yəni vəzifə Qafqaz Müsəlmanlar İdarəsinin sədri postunu tutan adam ömürlük deyil, müəyyən müddətə bu hissə, bu maddə orada dəyişilə bilər. Və yaxud da Allahşükür Paşazadə yəni kifayət qədər yaşı da var.
yaşından dolayı bəzən də son dövrlər Allah şükür Paşazadənin xəstəliyi ilə bağlı mətbuatda bəzi informasiyalar gedir. Ola bilsin ki, onun yaşından və xəstəliyindən dolayı Allah şükür Paşazadənin Qafqaz Müsəlmanlar İdarəsinin sədri postundan uzaqlaşdırılması bu artıq gözlənilir. Mən düşünürəm ki, yaxın müddətdə, yaxın vaxtlarda biz buna şahid olacağıq. Deməli, növbəti addım isə, mən deyərdim ki, bəlkə son addım isə həmən bu Vəhabi imamı, Sələfi imamı Ceyhun Rüstəmov adlı şəxs Qafqaz Müsəlmanlar İdarəsinin rəhbərliyi sədri vəzifəsinə gətiriləcək. Dediyim kimi, bu əsasnamədə dəyişiklik deməli iki halda baş verə biləcək. Birinci, Ceyhun Rüstəmovun Qafqaz Müsəlmanlar İdarəsinə sədr postuna gətirilməsi üçün orada bəzi məhdudiyyətlər aradan qaldırılacaq. Çünki Allah şükür Paşazadə nə qədər sağdır o posta tutmalıdır. Ya onu xəstəliklə uzaqlaşdırmalıdırlar orada müəyyən dəyişikliklər nəticəsində. İkinci məsələdə Qafqaz Müsəlmanlar İdarəsindən bu günə qədər deməli əlindən aldığı səlahiyyətlər ola bilsin yenidən qurultay keçilərək, əsasnaməyə əlavə edilərək o səlahiyyətlərin artırılması biz müşahidə edə bilərik. Yəni bu iki əsas səbəblə, iki əsas məsələyə görə daha doğrusu düşünürəm ki, yaxınlarda Qafqaz Müsəlmanlar İdarəsində bir qurultay keçiriləcək. Çünki Qafqaz Müsəlmanlar İdarəsi qeyri-hökumət təşkilatı kimi dövlət qeydiyyatından keçib. Belə məsələlər məhz qurultay vasitəsilə mümkündür. Biz artıq növbəti mərhələdə Azərbaycanda bütün deməli dini sektorunu Sələfi Vəhabilərin tam əhatəsinə verildiyini biz müşahidə edəcəyik. Baş verən proseslərdə Şiə dindarlarının, Əhl-i Beyt dindarlarının, məktəbinə aid olan dindarların, ruhanilərin həbs olunması, Şiə dindarlarının deməli məhrumiyyətlərlə üzləşməsi və sair ölkədə baş verən bir çox məsələlər var. Baxmayaraq ki, o ruhanilər, o dindarlar heç o qədər də hakimiyyətə qarşı aqressiv də deyirlər, radikal da deyirlər, hətta əksəriyyəti hakimiyyəti də təqdir edirdilər, hakimiyyəti bəyənirdilər və müəyyən yerlərdə elə bu zalim rejimi mədh edirdilər. Buna baxmayaraq yenə də bu rejim deməli o insanları həbs etdilər. Əslində mahiyyət bu həbslərin arxasında duran səbəblər məhz bu idi ki, bunlar etiraz edə biləcək ruhaniləri, etiraz edə biləcək dindarları həbsxanalara salmaqla və yaxud da ölkədən didərgin etməklə Vəhabi cərəyanını Azərbaycanda işin başına gətirmək istəyirdilər. Düşünürəm ki, bugünkü addım finişin bir addımlığına yaxın.